Salam, xoş gördük dəyərli Avtosaz izləyiciləri. Maraqlı bir məlumatla, yeni bir xəbərlə qarşınızdayım. Bu xəbərə keçməzdən öncə hər birinizdən xahiş edirəm ki, kanalımı bəyənin, abunə olmayanlar varsa abunə olsun. Fikirlərinizi, şərhlərinizi yazmağı unutmayın. Çünki sizdən gələn fikirlər və şərhlər mənim üçün, kanalım üçün olduqca önəmlidir, vacibdir. Bəli, xəbər nədir? Burada əsasən Çin avtomobilləri və plug-in hibrid avtomobilləri, bu avtomobilləri artıq 2026-cı ilin 1 yanvar tarixindən indiyədək edilən o gömrük rüsumlarındakı güzəştlər ləğv olunur. Artıq zaman daralır, vaxt yetişir. Yəni 2026-cı ilin 1 yanvar tarixindən güzəştlər ləğv olunanda artıq bu avtomobillər ölkəmizə müəyyən qədər baha qiymətə daxil olacaq. Nə qədər baha qiymətə daxil olacaq? Ümumiyyətlə burada nə baş verəcək? Bu avtomobillərə maraq azalacaqmı? Bu bahalaşmanın fonunda daxili bazarda nələr baş verəcək? Biz bunu öyrənmək üçün Milli Məclisin deputatı, millət vəkili Vüqar Bayramlı ilə həmsöhbət olmuşuq. Gəlin Vüqar müəllimin fikirlərini dinləyək. Daha sonra yenidən qaldığımız yerdən davam edək. Bütövlükdə güzəştlərin ləğv edilməsi həmin avtomobillərin xərcinə və qiymətinə təsir göstərəcək. Artıq avtomobil bazarında sözgedən segment üzrə qiymət artımları var və növbəti ildən etibarən isə bütövlükdə əlavə dəyər vergisi üzrə güzəştin ləğv edilməsi ölkəyə idxal edilən və satılan, bazara çıxarılan, satışa təklif edilən hibrid və elektrik avtomobillərin qiymətlərində təxminən 15% artımın olacağı gözlənir. Bəli, Vüqar müəllim bu avtomobillərin gömrük rüsumlarındakı o güzəştlərin ləğvindən sonra nə baş verəcəksə, qiymət artımı nə səviyyədə olacaqsa bununla bağlı detallı danışdı. Vüqar müəllimin fikrincə bu avtomobillərin qiyməti qalxsa da, bu gömrük rüsumları ləğv olunandan sonra qiymətlərdə 15% artım gözlənilsə də, bu avtomobillərə maraq azalmayacaq. Bax, həmin o fikrini də, Vüqar müəllimin o fikrini də mən təqdim edirəm. Hibrid avtomobillərin qiymətinin artmasına baxmayaraq, hələ də xüsusən də Çindən idxal olunan və qiymətləri nisbətən aşağı olan avtomobillərə maraq yüksək olaraq qalmaqdadır. Yəni qısası desək, qiyməti artsa da tələbat yenə də qalır. Qiymət artsa da təbii ki, tələbatda müəyyən dəyişikliklər ola bilər, amma kəskin azalma gözlənilmir. Maraqlıdır dəyərli izləyicilər, sizin fikirləriniz necədir? Doğrudan da bu avtomobillərin qiyməti artsa, əgər proqnozlar özünü doğrultsa, təbii ki, doğrulacaq, çünki böyük ehtimal belədir. Bu avtomobillərdə necə olacaq? Maraq azalacaqmı? İnsanlar yenə də bu avtomobili alıb sürmək istəyəcəkmi? Yoxsa ümumiyyətlə daxili bazarda ikinci əl, xaricdən gələn sürülmüş maşınlara mı üstünlük verəcəksiniz? Bizim üçün çox maraqlıdır. Yazın videomun şərh bölməsində sizdən gələn fikirlər, sizdən gələn məlumatlar bizim üçün çox dəyərlidir. Bizi izləyin, Avtosazı izləmədə qalın. Bir-birindən maraqlı videolar gələcək.